Türk dünyasının büyük şairi olan Rüstəm Bəhrudini sizin alqışlarınızla hazırda səhnəmizə dəvət edək, onun da təbriklərini və çıxışını eşidək. Teşekkür ederim. Ben hiç bilmirdim, ben söz verirler. Şamil benim dostum olduğu için bu tedbire gelmişim. Şamil, ben bir prazam var. Ben hem de değil filosofum. Yazmışım ki insanın əsl mahiyyəti sözlərlə ifadə olunmayacaq şeylərdədir. Mən fikrimi çatdırabildim ya yox. İnsanın əsl mahiyyəti sözlərlə ifadə olunmayacaq şeylərdədir. Mesela mən Şamili kəşf eləmişəm ki, Şamil müəllim əslində Azərbaycan təhsil sisteminin ən parlaq nümayəndəsidir. Səbəb çox təhsil sistemində hər şey eləmək olar. Şamilin ən böyük işi, mən elə fikirləşdirəm, Şamil müəllimin ən böyük işi Azərbaycanlı uşaqları Türk ruhunda tərbiyə eləməkdir. Və onu da bacarır. Və mən elə bilirəm ki, onun qədər o işi bacaran ikinci bir adam tanımıram. Mən çox danışmağın aram yoxdur, mən şeir oxuyacağım sizə bir dənə. Bilmirəm, Şamil müəllim, mən üzr istəyirəm. Özdə bəlkə də ən məşhur şeirimi oxuyacağım. Çünki həmin şeir buna yaraşır. Yolumu gözlədin hər səhər, axşam. Salam dar ağacı, əleyküm salam. Əcəllə ölməyə doğulmamışam. Salam dar ağacı, əleyküm salam. O hansı millətdir talihi sirdi. 100 adla bölündü, yenə də birdi. Məni huzuruna bu dərk gətirdi. Salam dar ağacı, əleyküm salam. Xəzəri, Baykalı, Aralı gördüm. Gördüm, can üstədir yaralı gördüm. Tanrını bəndədən aralı gördüm. Salam dar ağacı, əleyküm salam. Sarxı tərs fırlanır fələşkarının. Turan kölgəsində budaqlarının. Bayrağım rəngində yarpaqlarının. Salam dar ağacı, əleyküm salam. Eli yağmalanan, bölünən, bölən. Çayları quruyan, gölləri ölən. Haqq hesab çəkməyə gələn mənəm mən. Salam dar ağacı, əleyküm salam. Ey darın ağacı, kimdən kəməm kəm. Ya səni yendirirəm, ya sənə yennəm. Ya da budağında yarpağa dönnəm. Salam dar ağacı, əleyküm salam. Danış Əmir Teymur, bu son neydi be? Boynumda ağ, dilimdə tövbə. Dərsini tərs biləm, mənimdir növbə. Salam dar ağacı, əleyküm salam. Qazağam, qırğızam, özbək, türkmənəm. Başqırdam, kərkikəm, elə körkmənəm. Sənin gözlədiyin qərib mənəm. Salam dar ağacı, əleyküm salam. Qəbul et, növbəti qurbanım mənəm. Mənim canım səndə, bil canın mənəm. Elə qürrələnmə, hər yanın mənəm. Salam dar ağacı, əleyküm salam. Şamil mənim sənə uğurlar arzulayıram. Təşəkkür edirəm. Getməyin, getməyin. Bugün etdim ki, nə gözəl bir gündür. Bugün sizin neçə yaşınız olur? Neçə yaşdır? Mən bir şeirini yazmışam. Mən Tanrı ilə bir yaşdayım. Elə bir kitabım da var. Tanrı ilə bir yaşdayım. Həbə bugün doğum günümdür. Təşəkkür edirəm sizə. Təbrik edirik. Sizi təbrik edirik. Sizə can sağlığı arzu edirik. Daima var olasınız və bu gürültülü alqışlarla gəlin təbrikimizi çatdıraq. Yaradıcı insanların bir də utancaqlığı var da. Bir daha təbrik edirik Rüstəm bəy sizi. Allah sizə uzun ömür, can sağlığı versin. Daima belə gözəl fəaliyyətlərinizdə olasınız.